içki aparan adamı şey eləmirəm. Bu nə deməkdir? Kanalımıza müraciət edən Bayıl qəsəbəsinin sakini Emil zamanlı taksi xidməti ilə bağlı xoşagəlməz hadisə ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, Binə qəsəbəsində iştirak etdiyi məclisdən sonra evə qayıtmaq üçün Yango tətbiqi vasitəsilə taksi sifariş edib. Lakin iddiasına əsasən təyin olunmuş ünvana çatmamış sürücü ondan avtomobildən düşməsini tələb edib. Şikayətçi bildirir ki, xidmət tam göstərilmədiyi üçün ödədiyi məbləğin geri qaytarılmasını istəsə də, sürücü pulu mənə yox, şirkətə ödəmisən deyərək vəsaiti qaytarmaqdan imtina edib. Emil zamanlı qeyd edir ki, son dövrlər bəzi taksi sürücüləri tərəfindən sərnişinlərə qarşı bu cür hallara daha tez-tez rast gəlinir. Salamünaleyküm. Mən Zamanov Emil. Bayıl qəsəbəsində Gülbala Lev küçəsində yaşayıram. Mən dünən qonaq getmişdim Binə qəsəbəsinə və oradan taksi sifariş elədim Yango üzərindən. Və bir sürücü gəldi, əyləşdim, oğlumla idim. Müəyyən bir vaxtdan sonra, arası bir 3-4 dəqiqə yol gedəndən sonra taksi sürücüsü saxladı. Dedi, bəs zəhmət olmasa maşını tərk edin, mən sizə aparmıram. Soruşanda ki, nə ilə bağlı? Dedi, siz spirtli içki qəbul etmişsiniz. Düzdür, içmişdim. 2 bakal pivə içmişdim. Bu, yəni ki, içməyimin heç bir adət yoxdur da. Yəni, çünki nə davranışımda, nə hər hansısa bir hərəkətim, nə bir sözüm, yəni heç bir kəlmə etmədən spirtli içki içməyimin iyindən hiss edərək bu məni avtomobilindən düşürtmək istədi və nəticədə mən onu çəkdim. Onun sözlərinə görə, bəzi sürücülər marşrutun uzaq olduğunu əsas gətirərək sifarişdən imtina edir. Bəziləri isə müxtəlif bəhanələrlə sərnişinləri yarı yolda qoyurlar. Vətəndaş taksi şirkətlərinin rəhbərliyinə müraciət edərək sürücülərin işə qəbulunda daha diqqətli davranılmasını, onlara sərnişin hüquqları barədə lazımi təlimlərin keçirilməsini və müştərilərə göstərilən xidmətin keyfiyyətinə ciddi nəzarət olunmasını tələb edir. Çox xahiş eləmək lazımdır. Bırak qazan, məndən nə qədər pul çıxacaqsa, mən apar geri. Mənim ödənişimi əlavə geri ver, ondan sonra mən başqa taksi vururum. Belə şey olur. Cibimdə ödənmərəm, baxın. 42 gündə ödənmərsən, sən mən burada düşürtmək nə deməkdir, başa düşmədim. İçkilərləmsən, çıxma taksi sürücüsünə. Niyə çıxmırsan taksiyə? Sən taksiyə çıx, yox, şey eləmə deyəndə ki, mən uşağımla oturmuşam. Niyə bunlar isən ki, mənə başlayın? Mən mundaram. Yox, içki barəsində. İçki barəsində, içki kimdir ki, içki mundardır? Valla, mən olmaz da, mən onun ziyanını çəkirəm, valla. Qardaş, ziyanını çəksən, mənə nə ədəkdir var? Niyə taksi işləyirsən? Taksidə hər cür insan var. Narkomanı var, alkaşı var, oğrusu var. Heç dəxli var, işləmə. Gedir, başqa sənət seç. Sən kimisə yolda düşürtməklə ki, mən içki aparan adamı şey eləmirəm. Bu nə deməkdir? Bu nə deməkdir, vəbşi? O da deməkdir, nə qədər. Nə deməkdir, nə? Mən eləmirəm da, mən... Nəyi eləyəmirsən? İşləmə də bu taksidə, niyə işləyirsən? Tüpürdüm da, bu indən səndən sonra tüpürdüm. Məndən sonra tüpürmək lazımdır, məndən qabaq tüpürmək lazım idi ki, mənim başıma boynu gətirməyəsin. Aparmamışam, değil mi? Niyə aparmamısan? Aparmamışam. Niyə? Sən taksidə işləyəndə bilmirsən ki, sən hər cürə müştərin ola bilər. Kiminsə sənə borcu var, kimsə oturub yeyib içə bilməyəcək, taksi ilə getməyim deyə mən kimsə taksidə aparmayacaq. Təzə moddur bu. Siz ağıllısınız. Sən namaz qılanlardan pul qazanmaq istəyirsən? Bə nədir bəs sənin məqsədin? Bəs fikrin nədir? Sən narahat eləyən nədir? Nəsə incidir məni. Nə incidir, nə? Valla, nə incidir? Bilmirsən bəs, nə deyirsən bəs? Mən şey eləmirəm. Nə eləmirsən? Namaz qılırsan sən? Qılla, bəli. Namaz qılırsan? Namazda nə deyir? Deyir ki, kimisə yolda at ki, bu içki içir deyə. Sən içki içsənə kafir deyə bilərsən? Əstəğfurullah deyirsən. Qardaş, sən qıldığın namaz düzgün deyil axı onda. Niyə namaz düzgün deyil? Ona görə ki, qardaş, sən nə bilirsən, mən kiməm, nəyəm, nətiyəm. Bəlkə də mənim, necə deyərlər, üstünlüyüm sənkindən də namaz qılandan da çoxdur. Sən kimi namaz qılanlardan. Mən kimisə yolda qoymaram. Kəmiyə əl tutaram. Fərq eləmir. Taksi vurmuşam, mən içkili aparmıram. Məndən filan şey. Qardaşım, sən şəxsi işindir. Aparmıram, sən aparmaya bilməzsən. Mən pulumu verirəm. Maşın mənim şəxsi maşınım. Şəxsi maşınımdır. Get şəxsi işlərin dalıyacaq. Mənim dalınca gəlmə. Mən nə bilim sən beləsən. Mən necəyəm? Necəyəm mən? İçki olur. Qardaş, içkili olanda nə olur ki? Sən içməmsən, bomba oğlansan. Yaxşı insansan məndən. Yox, sən içməmsən, məndən yaxşı adamsan. Neydən gedir söhbət? Yaxşı, neydən gedir? Neydən? Ağa qarıya qaç. Yox, neydən gedir? Söhbət açıqlama ver. Mən içmirəm də, mən... Qardaş, sən içmirsən, gözüm aydın, içmə. Mən içirəm. İçmirsən, get içməyindən oturdur. Heç dəxli var. Fikrin olsa taksi işləmə. Taksidə içkili də var, narkoman da var, oğru da var, normal insan da var. Taksidə hər şey var. Heç dəxli var.
Mən içkili aparmıram. Harda yazıb qeyd eləmsən ki, mən içkili aparmıram? Yazardın da öz sifarişində. Şirkətə qeyd elə ki, mən içkili adam aparmıram. Hərəkətinizdən o çıxır ki, niyə içmişsin? Qardaş, mən özüm bilərəm. İçmişəm, aparmama haqqın yoxdur. Mən sənə pul ödəyirəm. Ben hocam seni Sənin pulunu kəsmirəm ki. yemesi ödeyeceğim. Fişo da hər kim ödəyirəm. Ödəyirəm də qardaş, məndən çıxır bu. Nə dəxli var ki? Neməsə ödəyirəm, işləmə neməsin. Niyə işləyirsən? Hamı, biz necədir? Yəni tək sizdən getmirik söhbət. Bu hər yerdə eyni vəziyyət alır. Mən falan yerə getmirəm, yol pisliyi. Bu qiymət mən sərf eləmir. Arkadaş sərf eləməyib, get başqa işlə məşğul ol. Onu da vurğulayaq ki, sərnişinlər ödədikləri xidmətin qarşılığında təhlükəsiz və rahat şəkildə təyinat məntəqəsinə çatdırılmalıdırlar.